Hə, köhnələr. İndi mən sizə 90'ların ortasında çox məşhur olan yüksək səviyyəli bir restoran haqqında bir söhbət açacağım. Əvvəla istəyirəm siz başa düşəsiz mən hardayam. Bax bura Dövlət Neft Şirkətinin inzibati binasıdır. Yəni köhnə Dövlət Neft Şirkətinin. Görürsüz arxa tərəfdə Fairmont oteli görürsüz və bax bu hissədə ilk tikilən Heydər Əliyev Fondunun inzibati binasını görürsüz. Düz bax bu yerdə, bax mənim arxamda olan. Həmən bu yer vaxtı ikən Dövlət Neft Şirkətinin qarajı olub. Sonra bir iş adamı, Azərbaycanlı iş adamı, hansının ki adını mən videonun sonunda deyəcəm. Buranı götürür icarəyə və burada çox yüksək səviyyəli bir restoran açır. Həmən restoranın da adı Dionis idi. İndi sual yaranır ki, niyə məhz Dionis? Onu da sizə deyim ki, yəqin ki fikir vermisiniz də, hər hansısa restoranın adı qoyulanda o hansısa bir məna daşıyır. Məsələn, adını mangal qoyan başa düşmək olar ki, orada mangal söhbətləri var. Sonra elə bir adlar qoyurlar, məsələn, Oxlov, nə bilim, bəzi coğrafi məntəqələrin adlarını qoyurlar. Bu isə adını Dionis qoymuşdu. Onun da mənası bu idi ki, Dionis, qədim Yunan mifologiyasında şərabçılıq Allahıdır. Mən özüm həmən bu restoranda cəmi bir dəfə olmuşam. O da ki bir təsadüfi halda. Amma indiyənə kimi mənim yadımdadır ki, mən həmən o restoranda gördüyüm, yəni yüksək səviyyədə olan interyeri hələ də heç bir restoranlarda görməmişəm. Gəlin sizə bir qısa səyahət edeyim. Bax, hələ bu qapıdan içəri daxil olan kimi birinci adamın üzünə bir böyük bir həmən o Dionisin büstü baxırdı, yəni heykəli. Restoran özü böyük bir restoran deyil idi. Cümi 8-9 masası olar idi, olmaz idi. Amma içərisi elə qurulmuşdu ki, hətta belə ikinci mərtəbəyə də qalxmaq olurdu. Belə birtər pilləkənlərlə və ikinci mərtəbədə belə balkon formasında bir kabinetə oxşar bir qırağa ayrılmış bir yüksək səviyyəli qonaqlar üçün olan bir yer var idi. Oradan idi baxış birbaşa gəlib düşürdü səhnəyə. Yəni onu demək istəyirəm ki, həmən restoranda o zaman, o vaxtı üçün dəhşət dərəcədə də belə maraqlı, ləzzətli, duzlu, şirin bir şou proqram var idi. Həmən restoranın içində, yəni mən dediyim Dionisin heykəli ilə məsələ bitmirdi. Qeyd etmək istəyirəm ki, o vaxtın bir yüksək səviyyəli heykəltərəş və rəssamı var idi. Adı Toğrul idi. Mən dəqiq soyadı yadımda deyil açığı. Yəni bu məlumatı da mən əldə eləmişəm. Həmən Toğrul öz, yəni heykəltərəşlər dəstəsi ilə bu interyeri burada yaratmışdılar. İçəridə, yəni Dionisdən başqa Zevsin də heykəli var idi. O da qədim Yunanistanın Allahların elə bil ki başçısı idi. Apollonun heykəli var idi, bir də Afroditanın. Dionis restoranında adına uyğun olaraq, yəni hər bir müştəri çox belə yüksək səviyyəli şərabları dada bilər idi. Şərabların qiyməti bir butulkasının $150-dan $1000 kimi çatırdı. Və sözsüz ki, o vaxtı zövqlü insanlar, yüksək səviyyəli insanlar həmən bu restoranda çox tez-tez müştəri olurdular, qonaq gəlirdilər. Yəni, bura elə bir adamlar gəlib ki, nə bilim, çox yüksək səviyyəli bir insanlar. Yəni, başa düşdünüz də məni də, özü çox razı idilər buranın hər bir yerindən. Bax, mən sizə deyim ki, burada xüsusi bir yeməklərdən biri, məşhur olan o vaxtı akula ətindən, akulanın elə bil ki, bədəninin müxtəlif yerlərindən, bir də ona deyirlər əsas akulyi plavniki, sup iz akulyi plavnikov. Yəni,
akulanın belində olan belə bir şey var. Üzəndə Azərbaycanca bilmirəm onun adı nədir və ondan olan bir sup verirdilər burada. O da ki mən sizə deyim, yəni belə bir bəzi iddialara görə həmən sup insana, yəni belə qüvvə verir, kişilik qüvvəsi verir. Ona görə də yəni həmən supun pərəstişkarları çox gəlib gedirdilər həmən bu restorana. Mənim yadımdadır, biz burada gəldik, oturduq. Bizə bax belə ofisiant yaxınlaşdı. Ofisiantın əlində xüsusi dəsmalı, xüsusi geyimi. Yəni indi heç bizdə çox yerlərdə belə bir şey görmək mümkün deyil idi də. Yaxınlaşdı. Mənim yadımdadır, o vaxtı Dovqan adlı bir marka var idi. O Dovqanın çörəyi var idi. O Dovqanın nə bilim araqları var idi. O Dovqanın süd məhsulları var idi. Hamısından bax onlardan həmən bu Dionis restoranında verilirdi. Baxmayaraq ki, həmən bu restoran cəmi 2 il fəaliyyət göstərdi. Amma öz elə bil ki adını da bəlkə bir 100 il qabaq qoydu getdi. Həmin özdə restoran, yəni qeyri-rentabillik ucbatından bağlanmadı ya mən sizə deyim. Xeyr. Həmən o restoranın sahibi, yəni o restoranın təsisçisi müəyyən bir vaxtda getdi bir vəzifəyə. Yəni ağsaqqallar məsləhət gördülər ki, o getsin qabağa, irəli getsin. Və onun üçün şərait yaratdılar, sağ olsunlar, o getdi vəzifəyə. Bununla da bu restoran Dionis, necə deyərlər, gəldi, öz haqqında bütün şəhərə məlumat verdi, sonra da getdi tarixə. Amma getsə də tarixə köhnələrin xatirəsindədir. Ona görə də mən fikirləşdim ki, bir bu xatirə haqqında sizinlə bölüşüm, paylaşım. Mən inanıram ki, kimlərsə tapılacaq. Kim ki, həmən bu Dionis restoranında o zaman olublar. Gözləyirəm sizin kommentariyalarınızı. Bu qədər qəlbdən qəlbə.